Nəsihət bəzi tənbəl gəlinlərə. Gülərdik ürəkdən, bax bir zamanlar. Onda yox idi böhtan və yalanlar. Paxıllıq nə idi, inan bilməzdik. Bax böyüklər olan yerdə dinməzdik. Nə həddimiz vardı gizlində alaq. Söz söhbəti evimizə biz salaq. O vaxtlarda böyük kiçik bilərdik. Qaynanaya ana deyərdik. Ruzu halal bərəkət də onda idi. Gəlin gedən qıza ana deyərdi. Getginən yaxşı yol deyirəm sənə. Razılıqlar xəbəri gəlsin mənə. İndikilər qəbul etmir bu sözü. Deyim sizə, ay insanlar, mən düzü. İndi gəlin gedir 6 aylığa. Nə edəsən onu evə bağlıya. Ərəyi yanaşırlar ev eşiyə. Üstəlik də naz edirlər kişiyə. Hər gün mənə nə istəsəm al deyir. Ağzında da saqqızını çeynəyir. Gözündə eynək, çiynində çantası. Əlində bax telefonu, aynası. Hazır biş-düş alaq qəlyan altılar. Pərpərdəyə yağ qoxusu yayılar. Bəs nə bilirsən ki, deyər bilmirəm. Evdə olanların xasın yeyirəm. Anama vermərəm dərd ömrüm boyu. Borc xərc ilə edibdir mənə toyu. Çalışaram mən ona kömək edeyim. Fikir etmə ona anacan deyim. Hazır xörəklər gəlir qabağıma. Yeyib içib qaçıram yatağıma. Səhər süfrəsini açır qaynanam. Qaynanamdan heç yerdə yox, ay anam. Nə istəsəm qoyur o qabağıma. Sakitcə gedir inan otağına. Paltarı hər zaman günə verir. Səliqəsi ilə inan o fəxr edir. Günorta axşam xörəyim bişirir. Məni sərbəst evdə qoyub o gedir. Qarışmayır mənim heç bir işimə. Çox sağ olar gəlir mənim dilimə. Allah onun bu canını sağ etsin. Hər bir yerdə tərifləyib o desin. Yoxdur heç bir yerdə gözəl gəlinimdən. Qocalanda o da tutar əlimdən. Baxar mənə o da anası kimi. Qaynanasına baxmışdı qız kimi. Neçə seriala baxıram. Ay ana, sənin üçün darıxıram. Anacan, heç məndən nigaran qalma. Ürəyinə, bax dərdi qəmi salma. Bəzi tənbəl gəlinlərə nə deyək? Gəlinlərə, gəlin nəsiyyət edək. Ay gəlinlər, beləcə etməyin siz. Bax bir zaman gülməyəcək köhrəniz. Belə getsə eviniz tez dağılar. Bünövrəsiz evin ömrü az olar. Şəhla Günay deyir sizə gəlinlər. Böyük sözün gəlin hər zaman dinlər. Şəhla Günay deyir sizə gəlinlər. Böyük sözün gəlin hər zaman dinlər.